Niye? Bir yoldaş dedi ki, yazmışdı ki, o tam mayalanmaq mümkün değil. Ona pişmiş şey vurdu, isti getdi, soyuq getdi. Gət yaxından. Baba, bir dənə belə eləyim görsün. Bax, yağ hazırlayır. Ya, yağ gəldi. O, yağ da gəlib. Əgər təmiz yağ istəyən olsa, telefon nömrəsini qeyd edəcəm, zəng vura bilərlər. Ərinmişi də var, ərinməmişi də. Maşallah olsun, maşallah olsun, bərəkətli olsun. Tam mayalanıb, bax. Aynı bax. Neçə saat oldu? 5 saata gəldi xəmir. İndi beləncə qabları götürürük, bismillah deyirik. Bismillah. Allah sən bizi utandırma. Bismillah. Koyacağım sobuya. Bak bu qaydada da. Bunu bax bu çörəkdən istəyən olsa deyə %100 balata ilə hazırlamışam. 15% qovrulmuş, digər isə sadə. Balatadır. İçində heç bir şey yoxdur. Sadəcə duz, balata, bir də Naxçıvan duzudur da, yəni vəssalam. Bismillah. İnşallah ki, yaxşı olar. Xasa nətər olacaq? Ağla. Ta Xasa Lənkərandan gəlib bura bu çörəyin növbəsindən yəni ki, qardaş, mənim çörəyim hazır olsun. Çörəyimi götürür ki, aradakı şişibdir, yəni kefi yaxşı olsun arada. Suyu bunun alt tərəfinə qoyuram, belə. Bura qoydum, görürsünüz. Çünki buxarda bunu pişirəcəm. Sonra sekan gibi bura koydum. İndi mayalanmağa koyuram bura. Bismillah. İnşallah üçündə yerləşər. Koyduq. Bunu örtürəm. Bunu koyuram. Alt gözünün mayalanmasını koydum. Bunu da koydum 70'e. Çörəyimiz görsünüz orada pişir. Mayalanıbdır. Pişdi. Göstərim istəyirəm. Bismillah. Şimdi sobaza göre onu dəyişebilir və gec pişməkdir. Şimdi bu da Hasan. Bak. Belə götürüb çevirsəm düşəcək. Bu da arxası. Bərəkətli olsun. Təmiz yağ üçündə, kərə yağı üçündə bax bu. Ərəyiz, bəhməz, doşap yəni və ərişdə, tut. Sonra mən bir çox mallar üçün telefon nömrəsi qeyd etmişəm və bunun su dərmanından eyni zamanda da ununu əldə edə bilərsiniz. Bismillah hazırdır. Axşam soyuğuydu, kəsmədim. Səhər durmuşam, yemək yeyəcəm deyə. Bismillah. Bismillah.